Dadı damağınızda qalacaq, fərqli içliklə çox ləzzətli üçqulaq şirniyyatı hazırlayıram. Şirniyyat üçün çatışmayan ərzaqları almaqdan ötürü yollandım evimə yaxın olan Araz supermarketə. Gördüyünüz kimi 25 sentyabr 8 oktyabr tarixlərində Araz supermarketlər şəbəkəsində Ankara un məmulatlarına xüsusi endirimlər var. Sizlər də bu endirimlərdən faydalana bilərsiniz. Şirniyyatın dadlı alınması üçün həmçinin unun da keyfiyyətli olması vacibdir. Buna görə də mənim seçimim keyfiyyətinə hər zaman əmin olduğum Ankara un məhsullarıdır. 4 stəkan unumuzdan götürürük, üzərinə 250 qram ev temperaturunda tam yumuşalmış yağ və vanil əlavə edib umaç hazırlayırıq. Umaç hazır olduqdan sonra üzərinə 200 qram xama, 2 yumurta sarısı və 1 paket də qabartma tozu əlavə edərək yumuşaq, ələ yapışmayan bir xəmir yoğururuq. Xəmiri yoğurduqdan sonra içlik hazırlayanadək xəmiri soyuducuda gözlədirik. İçlik üçün ayırdığımız 2 yumurta ağına bir çimdik duz vuraraq biraz ağarana qədər mikserin yüksək sürəti ilə qarışdırırıq. Bir qədər köpüb ağardıqdan sonra 120 qram şəkər tozunu da hissə-hissə əlavə edərək bezi hazırlayırıq. Hazır olan bezi bu cür olmalıdır. Qaba əylikdə qabdan tökülməli deyil. Zövqə görə, istəyə görə mən içərisinə 1 stəkan da kakos əlavə etdim. Kakos sevməyənlər 120 qram doğranmış qoz ləpəsindən də istifadə edə bilər. Bezini də hazır etdikdən sonra artıq xəmiri soyuducudan götürürəm və eyni bərabərdə olmaqla 4 hissəyə bölürəm. Böldüyüm hər bir hissəni də kündələyirəm. Üzərlərin örtülüyü qurumasınlar və bir-bir olmaqla kündələrimizi götürürük. Altına və üzərinə bir qədər un səpib incə şəkildə yayırıq. Xəmir mütləqdir ki, incə şəkildə yayılsın, çünki üçqulaq formasında büküldükdə də bir qədər qalın olur. Mütləq bu cür incə şəkildə yaymaq lazımdır. Xəmiri yaydıqdan sonra 3 barmaq enində olmaqla lentalar kəsirik. Hər bir kündəni 7 lentaya bölürük və ümumilikdə bu reseptlə 28 ədəd üçqulaq şirniyyatı alınır. Şirniyyatları öncədən isidilmiş sobada mən konveksiya rejimində, şəkərbanı hansı rejimdə bişirirəmsə, yəni 120 dərəcədə sobanın ən aşağı gözündə bişirdim ki, üzəri qızarmasın, xəfif biraz saralır üzərləri və götürürük. Tam olaraq 45-50 dəqiqə müddətində bişirdim ki, içərisində olan bezələr də yaxşı bişsinlər. Bişib tam soyduqdan sonra üzərlərinə bolluca şəkər pudrası səpərək süfrəyə verə bilərsiniz. Əminəm ki, bu şirniyyatın dadını çox bəyənəcəksiniz. Göz haqqınızı halal edin, hazırlayanlara nuş olsun. Hələlik.